Vəl-qismu thani huvel muvalatu vəl-bəra ma'al muslimin. İndi müsəlmanlara qarşı olan vəla vəl-bəra məsələsində toxunaq. Allah Teala buyurur ki, Quran-ı Kərimdə İnnəmə vəliyukumullah və rasuluhu. Sizin dostunuz, vəliviz dostunuz yalnız Allah, onun Rəsulu vəl-ləzīnə əmənu. İman gətirənlər əl-ləzīnə yuqimunəs-salətə və yu'tunəz-zəkətə və hum rakiun. Onlar o kəslər ki, namaz qılırlar və rükû halında zəkat verirlər. Və men yetevəllallaha və rasulehu vəl-ləzīnə əmənu fə innə hizbəllahi humul qalibun. Kim Allahı, Rəsulunu və iman gətirənləri özünə dost tutarsa, bilin ki, Allahın dəstəsi, Allahın firqəsi və innəl hizbəllahi humul qalibun. Onlardır qalib olanlar. Və müsəlmanlar necə olmalı? Müsəlmanların qəlbləri bir-birinə yaxın olmalıdır. Həmişə bir-birlərini sevməlidirlər. Hətta uzaqlarda olsalar belə. Hərəsi bir şəhərdə olsa, biri dünyanın o qırağında olsa, eşidəndə o filan müsəlman haqqında nədir? Qəlbində ona qarşı sevgi olmalıdır. Hətta zamanlar fərqli də olsa. Fikir ver, eşidirik, məsələn, filan alim belə dedi, filan alimin sözü budur, filan sahabə. Zamanlarımız fərqli olsa da qəlblərimizdə onlara qarşı nədir? Sevgi olmalıdır. Və elə müsəlmanlar, elə möminlər var ki, onlara ancaq vəla olmalıdır, yəni sevgi olmalıdır. Bəradan heç bir şey ola bilməz. Misal olaraq nəbilər, peyğəmbərlər, siddiqlər sevməlisən ancaq, qəlbində onlara qarşı nifrət olmaz. Amma elə müsəlmanlar da var ki, onun əməlinə görə, imanına görə sevirsən, etdiyi fisk əməllərə görə, bidətinə görə nifrət edirsən. Yəni, sevgi ilə nifrət cəm ola bilər müəyyən hallarda. Buna görə müəllif buyurur, وَقَدْ يَجْتَمِعُ فِي حَقِّ الْمُسْلِمِ الْوَلَا وَالْبَرَى. Müsəlmanda ola bilər vəla vəl-bəra cəm olunsun bir müsəlmana qarşı. Həm sevgi, həm nifrət. وَقَدْ يَكُونُ أَحَدُهُمَا أَغْلَبِ. Ola bilər ikisindən biri üstələsin digərini. بِحَسَبِ السَّبَبِ. Səbəbə görə. وَتَكُونُ التَّصَرُّفَاتُ الظَّاهِرَ بِحَسَبِ الْغَالِبِ وَإِنْ غَلَبَ الْبَرَا يُظْهَرُ الْمُسْلِمُ فِي ظَاهِرِ الْبَرَا. Ola bilər, misal üçün, bəra məsələsində onun etdiyi fisk əməllər o qədər olsun ki, onun bidəti, onun yəni ta ki dindən çıxmayacaq dərəcədədirsə, bununla zahirdə bəra daha gözə görsənsin. Və yaxud onun əksi. Buna görə yəni İbn Teymiyyə rahimehullah buyurur ki, mömin, müsəlman hətta sənə zülm eləsə belə, tam şəkildə onu nifrət edə bilmərsən. Onu yenə də sevgi olmalıdır, sevməlisən. Hətta sənə zülm etsə belə. Çünki o müsəlmandır. Çünki bu ibadətdir. Bunu bizə Allah əmr eləyib. Möminləri sevməyi. Və Allah Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir-birinizi sevməsəniz, sevməmiş, iman gətirmiş olmaz. Yəni, iman da gətirməmiş, yəni cənnətə girə bilmərsiniz. Sən onu sevməlisən. Bu ibadətdir. Sən nəfsini qoymalısan qırağa. Bu müsəlmandırsa sevgi olmalıdır ona qarşı. Allaha və Rəsuluna iman gətirib deyənə. Hətta sənə zülm etsə belə, zülmünə görə, bəli, müəyyən qədər nifrət eləyə bilərsən. Amma o sevgini tam atmaq qəlbdən olmaz. Kafir isə vacibdir ki, ona qarşı buğz olsun, bəra olsun qəlbində, hətta sənə yaxşılıq eləsə belə. Yaxşılığının əvəzini verirsən. O sənə yaxşılıq eləyib, sən də ona yaxşılıq eləyirsən. Onunla gözəl münasibət bəsləyirsən. Amma qəlbində yenə də ona qarşı o bəra olmalıdır. Çünki o Allah və Rəsuluna qarşı küfr eləyir. Bu İslam qeyrəti, din qeyrəti. Allah üçün sevib, Allah üçün nifrət eləməkdir. Nəfsivə görə yox, Allah üçün. Ola bilər nəfsivə görə yaxşı insandır, səninlə gözəl münasibəti var. Müsəlmanla sənin aranda ədavət var, sənə qarşı müsəlman pisliklər eləyib, müəyyən zülm eləyib. Nəfsivə xoş gəlir ki, buna nifrət eləyəsən, atasan bunu qırağa müsəlmanı, kafiri sevəsən. Nə gözəl insandır, görsən mən, yəni nə gözəl əməllərdir, əxlaq sahibidir, belə. Amma ibadətə yaxınlaş, ibadət məsələsindən yanaşsaq buna, Allahın əmri ilə yanaşsaq buna, necə yanaşmalıyıq? Allah üçün sevib, Allah üçün nifrət etməli. Nəfsimiz üçün yox. Nəfsivə xoş gəlir deyənə, bu sənə yaxşılıq eləyib deyənə, bunu yəni sevgidə üstəliyim və bunu sevim, qəlbimlə buna yaxınlaşım, yox. Müsəlman olmalıdır o. Sevirsən imanına görə, nifrət eləyirsən əməlinə görə, fisk əməllərinə görə, zülmünə görə, bidətlərinə görə. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, müsəlman, mömin qardaşına yardım elə, kömək elə, zalim olsa da, məzlum olsa da.
Zalim olsa da, məzlum olsa da müsəlmana kömək elə. Səhabələr deyir ki, ya Rasulallah, məzlum olmağını bildik. Bir insana zülm olunur, ona yardım edirik. Bəs müsəlman zalimdirsə, ona necə yardım edək? Deyir, onu əlindən tutmaqla. Ona imkan vermə zülm eləsin. Kiməsə müsəlman zülm edirsə, imkan vermə, tut əlindən. Çünki o zülm etməyə onun özünə ziyandır. O demək deyil ki, onun zülmünə yardım elə, o birisini vur, əz, yox. Tutursan əlindən, icazə vermirsən, izin vermirsən. Hətta kafirə zülm eləsə belə, nə etməlisən? İzin verməli deyilsən. Kafirin yanında olmalısan, çünki ədalətin yanındayıq. Və buyurur ki, əgər hətta kafir sənə yaxşı davransa da belə, ona nədir? Bəra olmalıdır. فَإِنَّ اللّٰهَ سُبْحَانَهُ بَعِثَ الرَّسُولَ وَأَنْزَلَ الْكُتُبِ لِيَكُونَ الدِّينُ كُلُّهُ لِلّٰهِ. Çünki Allah Teala kitablar nazil etdi, peyğəmbərlər göndərdi, kitablar nazil etdi. Nəyə görə? Din bütövlüklə Allaha aid olsun deyənə. فَيَكُونُ الْحُبُّ لِأَوْلِيَائِهِ. Ona görə sevgi Allahın dostlarınadır. Allahın sevdiyini sevməlisən və Allahın düşmənlərinə nifrət etməlisən. وَالْإِكْرَامُ لِأَوْلِيَائِهِ. Onun Allahın sevdiklərinə, yəni möminlərə ikram edib və ihanəti alçalma isə li'a'daihi. Yəni Allah tərəfindən olan bu ikram, alçalma, ikram möminlərədir, alçalma isə düşmənlərinə, Allahın düşmənlərinədir. Və ilə ictəmə fi'r-racul vahid xeyrun və şerrun və fucurun və ta'atun və ma'siyetun və sunnə və bid'a. Bir insanda ola bilər cəm olunsun. Xeyr, şər, fisk əməllər, itaət, asilik, bidət, sünnə. Adamda cəm oluna bilər. Həm sünnə əməl eləyir, həm bidət eləyir. Həm itaətli var, Allaha itaət edilməyin şeylər, həm də haram işlərdə də məşğuldur. Bu şey ola bilər bir insanda. Bu nədir? Belə olduğu halda istəhaqqa minəl muvalati vəs-səvab bi qadri mə fihi minəl xeyr. Onda olan xeyrin dərəcəsi qədər, yəni müvalə olunur. Vəla, sevgi, olan, yəni həmin müvalə məsələsi onun o qədərində olur. Və istəhaqqa, yəni layiqdir ki, o minəl muadət vəl-iqab bihəsəbi mə fihi minəş-şər. Onda olan şərin miqdarına görə də onunla ədavət və nifrət olunur. Necə ki deyir, bir oğurluq eləyir, şəriət ölkəsində oğrunun hökmü nədir? Oğurluq edəndə müəyyən bir nisab var, miqdar var. Onu oğrasa, əlinin kəsilməsini Allah Teala Quran-ı Kərimdə əmr edir. Əlinin kəsilməsinə görə cəzalandırırlar. Düzdür? Amma belə də boş buraxmırlar. Cəzanı verəndən sonra, əlini kəsəndən sonra Beytulmaldan pul ayrılır. Mal ki, dolana bilsin. Belə buraxılmır. Müsəlmandır. Əməlinə görə cəzasını alır, amma yenə də müsəlmandır. Onu imanına görə sevməlisən və buradan da bunu belə buraxmırsan ki, get nə istəyirsən elə. Dolanmağına yardım olmur. Ki, ona artıq əli kəsilib, işləyə bilmir və bunun ehtiyacı var. Və bunu misal gətirir. Necə ki, bir insanda da fisk və yəni itaət cəm oluna bilər. İtaətə görə onunla bu cür müamilə edirsən, itaətinə görə, fisk əməllərinə görə də nifrət edirsən. Yəni həmin əməllərinə görə və nəsihət edib yenə düzəltməyə çalışırsan. Yəni müsəlman hətta bidətçi olsa belə, bidət əhli olsa belə, ondan tam şəkildə onu tərk olunmur. Tam şəkildə ondan uzaqlaşılmır, ta ki onun bidəti küfr səviyyəsinə çatmayınca. Və müvalətdən, yəni dostluqdan ona pay var yenə. Hətta bidət olsa da belə. Halına uyğun onunla əməl olunur. Və ola bilər müctəhid olsun, bir müctəhid xəta etsin və biz bilirik ki, müctəhidin xətası nədir? Bağışlanır. Ona görə deyir ki, ola bilər bir müctəhid xəta etsin, ictihad edərək, Allahdan qorxub, istəyib ki, yəni haqqa isabət eləsin, lakin xəta elədi, o nədir? Üzürlüdür. Ona görə baxsın, kimsə xəta elədi, dərhal onu kəsib atmaq, ondan nifrət eləmək yox. Necə ki, bu haqda Buxari və Müslimdə gələn rivayətdə İbn Ömər radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizi Xalid ibn Validlə Bəni Cəzimə qəbiləsində göndərdi. Və ora gedəndə
onlar deyir, ləm yuhsinu ən yəqulu əsləmnə. Əsləmnə kəlməsini deyə bilmədilər. Əsləmnə nə demək? Yəni İslama girdik, müsəlman olduq. Özlərini İslama nisbət etməyin ifadəsini gözəl deyə bilmədilər və öz dillərində sabənə dedilər. Sabənə, yəni təslim olduq, İslama girdik, müsəlman olduq mənasını verir. Və Xalid ibn Valid nə edib? Anlamır bunu. Anlamır, elə bilir ki, onlar inkar edirlər, nədir? Öldürür onların hamısını. Və İbn Ömər əlini çəkir. Deyir ki, mən itaət eləməyəcəm bu şeydə. Və öz İbn Ömərin ətrafında olan müəyyən adamlara deyir ki, heç nə eləmirsiniz. Bu məsələ gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemə çatanda Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Allahumma inni əbrau ileykə mimmə sana'a Xalid ibn Valid. Allahım, Xalid ibn Validin etdiyi bu əməldən bəra kəlməsi gəldi. Bəriyəm mən deyir. Xalid ibn Validin etdiyi bu əməldən mən bəriyəm deyir. 2 dəfə deyir. Allah Resulü sallallahu aleyhi ve sellem. Və buradan nəticə çıxır. Həmçinin Buxari öz yəni bir fəsil açır və o fəslin altında belə bir fəsildə belə bir ad qoyur ona. Deyir ki, İzə qadəl hakimu bicəvr əv xilaf əhlil ilm fəhuva rad. Bir alim əgər bir haqsızlığa hökm versə, haqsızlıqla hökm versə və yaxud elm əhlinə müxalif bir hökm versə, onun o hökmü itaət olunmur, rədd olunmur. Belə bir kitabında belə bir fəsil var. Buxarinin də fəsil açması nə deməkdir? Onun o fiqhinə dəlalət edir. Yəni, məsələnin hökmünü, Buxarinin rəyini göstərir orada. Ona görə Əz-Zəhəbi, Hafiz Əz-Zəhəbi deyir ki, Siyar Ələmun Nübələdə deyir ki, vəli Xalidin iştihaduhu. Xalidin iştihadı idi bu. Xalid iştihad elədi və nə elədi? Döyüşə gedib zaten, döyüşdü. Onlar döyüşdə nə dedilər? Sabah, İslama girdik. Bu anlamadı və öldürdü onları. Bu iştihadı idi. Və vəlidəlikə mə talibən Nəbi sallallahu aleyhi ve sellem bidiyyətihim. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Diyə. Nə deyirlər ona? Diyə. Yəni, Azərbaycan nədir? Yəni, bir kəs. Ha? Fidyə? Hə, fidyə. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem fidyə tələb eləməsi etmədi. Qisas tələb etmədi. Çünki şəriətdə belədir ki, bir kəsi öldürəndə nədir? Fidyə məsələsi gəlir, qan bahası, hə. Qisas məsələsi gəlir. Bu şeylərə Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Girmədi. Nəyə görə? Üzürü saydı onun iştihadını. Yəni, müştəhid bir iş görə bilər. Xətasından uzaq. Xəta elədisə, nədir? Və bəllidirsə bu xətadır, o müştəhidin iştihadı götürülmür. Amma özünə də nifrət olunmur. Özü də qınanmır. Çünki o iştihad edib, çalışıb ki, nədir? Haqqa isabət eləsin. Alınmayıb. Xəta elədi. Və xətası da üzürüdür. Peyğəmbər sallallahu aleyhi ve sellem o boyda əmələ, Xalidin etdiyi o əmələ üzür gətirdi. Onu cəzalandırmadı. Sadəcə nə dedi? Mən bəriyəm bu əməldən. Xalidin etdiyi bu əməldən mən bəriyəm. Xalidin özündən bəriyəm, əməlindən bəriyəm deyir. Ona görə Hafiz ibn Həcər deyir ki, وَالَّذِي يُظْهَرُ أَنَّ الْتَبَرُّ مِنَ الْفِعْلِ لَا يَسْتَلْزِمُ إِثْمِ الْفَاعِلِهِ. Bir feildən təbərru etmək, müsəlmanın işlədiyi bir pis əməldən uzaq olmaq, sənin əməlindən mən uzağım demək, onun özündən bir dəfəlik uzaqlaşmağı gərəkdirmir. Ola bilər bir müsəlman bir səhv bir iş görsün. Dərhal ondan uzaqlaşmaq ki, o səhv işi görüb, bu bunu gərəkdirmir. Onun səhvindən uzaqsan və səhvini bəyan edirsən, izah edirsən ona. Tamamilə ondan uzaqlaşıb, onu kəsib atmaq olmaz. Ona görə Hafiz ibn Həcər deyir ki, yəni bəra məsələsində feildən bəra olunur, yəni uzaqlaşdırılır. Yəni feildən uzaqlaşmaq, etdiyi əməldən uzaqlaşmaq, onun şəxsiyyətindən uzaqlaşmağı gərəkdirmir. Çünki xəta edənin, xəta ilə kimsə nəsə eləsə, onun günahı qaldırılmışdır. Və in kana fi'luhu laysa bi mahbud. Etdiyi feil sevilən feil olmasa da belə. Və kullu əmrin ləhu hukmuhu. Hər bir işin öz hökmü var. Və kullu şeyin ləhu mənzilə. Hər bir şeyin özün mənzilət yeri var. Və la yudəvü təmru məkanuhu cəmr. Ona görə xurma oda qoyulmaz və yaxud od xurmanın üstünə qoyulmaz. Hər şeyin hər hökmün özünün qayda və qanunu var. İbn Abbasdan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əbu Zara deyir ki, Əbu Zara, Eyyi'ura əl-iman, yəni əvthəq. Yəni, ən yaxşı iman nədir? Yəni, əzunnu yəqul qalə əvthəq. Yəni, hansı iman daha gözəldir deyir.
Əbu Zərə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm, imanın hansı gözəl imandır, daha gözəldir. Nə deyir Əbu Zər? Allah və Rasuluhu a'lam. Allah və Rasulu daha yaxşı bilir və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əl-muvalatu fillah." Allah üçün sevmək, "Vəl-muadatu fillah." Və Allah üçün də ədavət, nifrət etmək, Allah üçün ədavət bəsləmək. "Vəl-hubbu fillah." Yəni Allah üçün dostluq edib, Allah üçün ədavət bəsləmək, Allah üçün sevmək və Allah üçün nifrət etmək. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu nə adlandırır? Ən gözəl iman adlandırır buna. Ən yaxşı iman. Yəni sevəndə Allah üçün sevməlisən, nifrət edəndə əməllərin Allah üçün olmalıdır. Və digər bir hədisdə Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, "Mən əhəbbə lillahi və əbğadə lillahi." Kim Allah üçün sevərsə, Allah üçün nifrət eləyərsə, Allah üçün izin verər, Allah üçün verərsə, Allah üçün qadağan eləyərsə, fəqat istəkməl iman, artıq imanı kamil olmuşdur. İmanını kamil etmişdir. Sonra digər bir hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Qalallahu azze ve cel vecebet mehabbeti lil mutahabbin fiyye." Bir-birini mənim üçün sevənlərə mənim sevgim vacib oldu. Allah Teala buyurur. Bir-birini, yəni müsəlmanların bir-birini sevməsi, bir-birini sevən kəslərə mənim sevgim vacib oldu deyir Allah Teala. Vel mutecalisine fiyye və həmçinin kimə? Mənim üçün bir yerdə oturanlara, bir məclisdə Allah üçün yığılıb oturanlara Allah Teala nə deyir? Mənim onlara məhəbbətim vacib oldu deyir. Vel mutezawirine fiyye və mənim üçün bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib oldu, sevgim vacib oldu. Vel mutebadiline fiyye və mənim üçün bir-birlərinə xərcləyənlərə nədir? Sevgim vacib oldu deyir Allah Teala. Və bu hədisi Əhməd rivayət eləyib. Şeyx Albani səhih deyir, səhih tərqibdə. Vələ məsələsinin misalları gəlir burada. Vələ, yəni dostluq necə olmalıdır, nətər olmalıdır, bu misallar gəlir və düşmənçilik məsələsi, yəni qadağan olunmuş vəla, dostluğun qadağan olunmuş forması, bunlar da qalsın gələn dərsimizə inşallah, bunları da oxuyacağıq. Doğrusunu Allah bilir. Subhanakallahumma bihamdik, əşhədu an la ilaha illa ente, estağfiruke və etûbü ileyk.